Sinqapur pasportu əvvəlki illərdə olduğu kimi 2026-cı ildə də dünyanın ən güclü pasportu seçilib. Yanavaz.com xəbər verir ki, bu barədə məlumat Henley Passport Index portalında dərc olunan reytinqdə öz əksini tapıb. Bu reytinqə görə Sinqapur vətəndaşlarının 192 ölkəyə vizasız getmə imkanı var. Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərinin pasportları isə 188 ölkəyə vizasız getmə imkanı ilə siyahıda ikinci olublar. Üçüncü yerə İsveç pasportu sahib olub. Bu ölkənin pasportu ilə 187 ölkəyə getmək mümkündür. Növbəti yerdə Danimarka, Fransa, İrlandiya, Finlandiya, Almaniya, İspaniya, Norveç, Belçika, Niderland, Lüksemburq və İtaliya pasportları qərarlaşıb. Portalın məlumatına görə bu ölkələrin pasportuna sahib olan vətəndaşlar 186 ölkəyə vizasız gedə bilərlər. Azərbaycan isə siyahıda 70-ci yerdədir. Belə ki, Azərbaycan vətəndaşlarının 67 ölkəyə vizasız getmə imkanı var. Region ölkələrinin siyahıdakı mövqeyi belə olub. Dünyanın ən zəif pasportları isə Əfqanistan, Suriya, İraq, Pakistan və Yəmənə məxsusdur. Onu da qeyd edək ki, Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr bunlardır.